11 nömrəli suala baxırıq. 5-ci dərəcədən A vur 648 ifadəsinin qiymətini tam ədəd edən A-nın ən kiçik natural qiymətini soruşur. Əvvəlcə 648 ədədini sadə uruqlara ayırırıq. 324, 2-yə böləndə 162, 2-yə böləndə 81, 3-ə böləndə 27, 3-ə böləndə 9, 3-ə böləndə 3, 3-ə böləndə 1. Digərinə qoysaq, 5-ci dərəcədən A vurulsun. 648-in yerinə yazıram 2-nin kubu və 3 üstü 4. 3 üstü 4. Deməli, buradan tam ədəd çıxması üçün, yəni bu kökdən tam ədəd çıxması üçün, burada 2-nin də, 3-ün də qüvvətləri 5-ci dərəcədən olmalıdır ki, köklə 5 getsin, yəni kökdən natural ədəd çıxsın. Qiyməti natural ədəd olsun və yaxud da tam qiymət alsın. İndi baxaq görək. Burada 2-nin dərəcəsi 3-dür. Deməli, A-nın yerində 2-nin kvadratı vurulsun 3 olsa, baxın, A-nın yerinə 2-nin kvadratı vur 3 yazsaq, nə alacağıq? Kökün altında 5-ci dərəcədən 2-nin kvadratı vur 3 vurulsun 2-nin kubu vur 3 üstü 4-də kökün altında var idi. Kökün altında 5-ci dərəcədən olacaq 2 üstü 5 vurulsun 3 üstü 5. Bu da bizə verir 5-ci dərəcədən 2 vur 3 qüvvətində 5. Yəni burada köklə 5 getdi. Tam ədəd alındı. Cavab 6. Bizdən A-nı soruşurdu. A 2-nin kvadratı vur 3 şəklindədir. Yəni 2-nin kvadratı 4. 3-ə vuranda 12. Yəni A-nın ən kiçik natural qiyməti 12-yə bərabərdir.